Salam dostlar. İctimai nəqliyyat haqqında məlumat vermək istəyirdim əlavə olaraq. Burada Amerikada ictimai nəqliyyatdan istifadə edərkən, tutaq ki, avtobusa mindiniz. Burada avtobus $1.25 aparır, məsafədən asılı olmayaraq. Bunu nağd şəkildə verə bilərsiniz. Bir də belə bir online applicationlar var, onu yüklürsünüz. Çox adam ondan istifadə edir, yəni telefon vasitəsilə göstərirsiniz. O daha sərfəlidir, $17-dır. Amma belə $1.25 verəndə daha çox çıxır. Çox adam da sərfəli variantdan istifadə edir. Bir də burada belə bir şey var ki, tutaq ki, siz bir avtobusdan digər avtobusa gedirsinizsə, tutaq ki, pul verirsiniz. Onda sizə belə bir kart verirlər. Görürsünüz, bax, burada mən sizə göstərəcəm. Belə bir kartdır və saat yarım ərzində etibarlıdır. Yəni, siz saat yarım ərzində digər avtobusdan istifadə etsəz, pulsuz olacaq. Və əgər çatdırmasanız, təbii ki, əlavə olaraq $1.25 verməli olacaqsınız və istifadə edəcəksiniz ictimai nəqliyyatda. Yəni, belə bir özəllikləri olur Amerikada ictimai nəqliyyatın. Onu istəyirdim sizlə bölüşür, paylaşır. Belə dostlar, bu qədər. Sağ olun.